borclu olmaq da yaxşı deyil. Borcu verib geri ala bilməmək də yaxşı deyil. Təbii ki. Ümumiyyətlə, əsas odur ki, borc verdiyin insan biləsən ki, o borcu qaytaracaq. Açığını deyim ki, məhkəmələr bu məsələyə loyal yanaşmırlar. Bu borc münasibətlərindən irəli gələn hüquq münasibətlərində, mübahisələrdə daha doğrusu, borc verən tərəfin o pulu geri ala bilməməsi ilə, daha sonra məhkəməyə borcdan bərabər, ona dəymiş maddi zərərlə bərabər, mənəvi zərərin tələbi ilə bağlı məhkəmələr buna çox da loyal yanaşmırlar açığı. Yəni, təcrübəmizdə bu cür görsənir hələ ki. Yəni, amma əslində, burada bir mənəvi zərər də rol oynayır. Çünki borcu verən tərəf bilir ki, məsələn, borcu verəndə deyir ki, 5 aydan sonra qaytaracağım. O 5 aydan sonra qaytarmır, 2 il keçir, qaytarmır və daha sonra ümumiyyətlə o adamı saymır, cavab vermir və s. və s. Burada insan bir mənəvi əziyyət çəkir. Əsəb keçirir, stres keçirir. Ki, yəni mən sənə inanmışdım, mən sənə bu pulu vermişdim ki, sən öz problemlərini həll eləyəsən, amma sən isə məni aldatdın və məni özümə etibarımı, öz şəxsiyyətimə olan etibarımı sarsıtdın.